Vətəndaş işləmək istəyirsə, iş tapanmırsa, gedib qeydiyyata durmalıdır. Çünki hökumət onu işsiz kimi tanımalıdır. Hökumət işsizin sığorta haqqını ödəyir. İşləməyən isə ödəmir. Deyir ki, işləmirsən, iş axtar. Yox, özün öz seçimi ilə, öz könül azadlığı ilə işləmirsənsə, mən səni sığortalamıram da. İstəyirsən sığortalan, istəyirsən sığortalanma. İşləyənlər avtomatik sığorta olunur, sığorta haqqı ödəyir. Vöyünü olanlar, yəni özləri işləyənlər, mülki hüquq müqaviləsi ilə işləyənlər, dövlətdə işləyənlər, dəxli yoxdur. Hamısı avtomatik sığorta olunur və pul ödəyirlər. İşsizlərin, uşaqların, əlillərin, tələbələrin, hərbiçilərin, BMT-də nə bilim o qaçqın statusu alan şəxslərin, onların pulunu da dövlət ödəyir. Bu məcburi deyil ki, gəl ödə. Dövlət deyir ki, sığortalanmaq istəyirsənsə ödə. İstəmirsənsə sığortalanma. Məcburi deyil o. İşsiz kimi qeydiyyatdan düşən şəxslərin sığorta haqqını dövlət ödəyir. Məsələ odur.